İlahi, mən günah eləməyi sevmirəm. İndi mən insanam, bəşərəm, bəzən günah məndən baş verir. Bu deməkdir, mən səni Allahlığı qəbul eləmirəm. Sən Allahsan, mən səni tanıyıram. Hərdən görürsən sənin rəhmətinə söykənirəm. Sən belə öyrəşdirmisən biz bəndələri ki, çox bağışlayırsan, biz də biraz hərdən görürsən o rəhmətə ümid eləyib günaha tərəf gedirik. İmam Səccad belə danışır. Hərçənd ki, bilirsiniz İmam Səccad günah eləməyib doğulandan dünyadan köçənə qədər. Amma o belə danışır Allahla. Deyir, o səhvlər ki, mən eləmişəm, məndən baş verib. Mənasıdır, mən səni sevmirəm, istəmirəm, mən günahı sevirəm. Amma bəndəyəm, insanam. Özü deyir ki, əgər məni cəhənnəmə də atsan, cəhənnəmdə elan eləyəcəm ki, mən Allahı sevirəm. İmam Səccad belə deyir. Buna hər adamın cürəti yoxdur bu sözdür. İlahi, məni cəhənnəmə atsan, cəhənnəm əhlinin içində Həzrət Əlidə də Kumeyl duasında var. İmam Səccadda da bu söz var. Ələntu əhləkə ənni uhibbuk. Cəhənnəm əhlinə elan eləyəcəm mən. Elan eləyəcəm ki, mən Allahı sevirəm, mən səni sevirəm. Amma mən bəzən görürsən səhv işlər də məndən baş verir. Çünki mən insanam, insan xətasız olmaz. Xətalar da məndən baş verir. İlahi, sən islah elə. Pis əməllər necə islah olur? Səhvi necə düzəltmək olar? Bir dəfə Peyğəmbər sahabələrin yığdı. Dedi ki, kim deyər Quranın ən çox ümid verən ayəsi hansıdır ki, insanda ümid yaradır? Ərca ayə fi kitabillah. Ən çox ümid verən ayə. Peyğəmbər sahabələrindən soruşur. Ən çox ümid yaradan hansıdır? Biri dedi ki, bu ayədir. İnnallaha yaghfiruz zunube cəmi'a. Allah bütün günahları bağışlayar. Dedi, bu ümid verəndir. Amma ən ümid verəni budur. O biri dedi ki, la təqnətu min rəhmətillah. Möminlərə deyir ki, ey günahkarlar, ya ibadiyəl-ləzinə əsrəfu alə ənfusihim. Ey özünə zülm eləmiş bəndələrim, la təqnətu min rəhmətillah. Allahın rəhmətindən məyus olmayın. Dedi, bu da düzdür, amma ən ümid verən budur. Bəs hansıdır ya Resulallah? Buyurdu ki, innəl həsənat yuzhibnəs səyyiat. Bu ayədir. Yaxşılıqlar pislikləri yuyub aparır. Yaxşılıqlar pislikləri təmizləyir. Pisliklərin ürəyə qoyduğu təsirləri yaxşı əməllər silir aparır. Pis işləri təmizləmək üçün, islah eləmək üçün dalıcan həmişə yaxşı bir iş görməyə öyrəşin. Bunu bacarsa insan yaxşıdır. Allah deyir, o zaman pisliyi məhv eləyib yerinə yaxşılıq gətirərəm. Dillər birdən məsələn günah elədiniz, dərhal vaxtınız var 2 rükət namaz qılın. Ya istiğfar deyin. Bir hər bir günahın yanında istiğfar eləsən, xoş sənin Allah'a. Hər bir günahın yanında. Hər vaxt fürsət var. Naməhrəmə baxırsan, harama baxırsan, deyir həmin gün Qurandan biraz oxu, gözünün kəffarəsi olsun. Bu Qurana baxmaq onun təsirini aparar. Günahları təmizləyər, çiynindən uzaqlaşdırar. Ona görə də pis işi islah eləməyə Allah gərək müvəffəqiyyət versin insana. Gərək Allah nəsib eləsin. Adam var, namazı qoyur qırağa, deyir, mən çox günah edirəm. Mənə olub demişəm, çox günah edirsən, əksinə çox namaz qıl. Günah eləmisənsə, namazın bir xeyri də budur ki, günahı təmizləyəcək. Günah elədim, namazı qoyma qırağa. Namaz bir bulaq kimidir, Peyğəmbər buyurur. Hər gün 5 dəfə bulaqda yuyunursan, pisliklər, 2 namaz arasında elədiyin günahlar hədislərdə var. Zöhründən məsələn əsrin, yaxud indi zöhr əsr dalbadal qılınsa əsrlə şamın arasında elədiyin günahlar şam namazında elə bil girdin, o çirkabı təmizləyirsən. Gecə günah elədinsə səhər sübh namazında Allah belə bir rəhmət qoyub namazı bizlər üçün. Ki hər gün elədiyin günahlar axşam və günorta o ibadətlə təmizlənir. Ona görə də Allahdan istəyir ki, mənə qismət elə, mən tövbə eləyim, sənə tərəf qayıda bilim. 2 hədis deyib sözümü tamamlayacağım. İkisi də eşitdiyimiz hədisdir, İmam Səccaddandır biri. Deyir, ilahi, fətəhtə babən, deyirsən bir qapı açmısan, Allaha deyir. Gözəl münacatları var İmam Səccad əleyhissalamın, adama ümid verir. İlahi, fətəhtə babən, deyirsən bir qapı açmısan bəndələrin üzünə. Səmməytəhud tövbə, adını da tövbə qoymusan. Bu bir qapıdır, rəhmət qapısıdır. Açmısan hamının üzünə, ayrı seçkilik salmamısan, demirsən gəlin qapı açıqdır. Adını da qoymusan tövbə qapısı.
Bunu deyəndən sonra ərz edir ki, fəma uzru mən əğfələ duxuləl bab bə'də fəthi. Bəs qapı bir adamın üzünə açıq olsa, o yandan da Allah çağırsa, gəl, içərdən çağırırlar, gəl, gir rəhmət qapısına. Sən üst çevirib, arxa çevirib gedəsən, İmam Səccad buyurur, nə üzrün qalacaq qiyamətdə? Qiyamətdə soruşacaqlar, günah elədin, deyəcəksən, hə, bacarmadım, şeytan mən azdırdı, yaxşı, eyb yoxdur, elədin, insan edin. Bəs bu qapı var idi axı, günün 24 saatı səni gözləyirlər, deyir, gəl, çağırır. Bu da çətin ki, gələsən, deyəsən, bağışla, qapıdan girmək çətin idi, gələsən, deyəsən, bağışla, üzr istəyirəm, bilmədim. Bunu eləməyəndə də üzr qalmayacaq. Bunu deyəndə insan başını aşağı salacaq. Bir gəldi Həzrət Əlidən nəsihət istəyin. Elə bilək ki, elə indi Əli əleyhissalam bu məclisdədir. Ağadan xahiş edir ki, bizi nəsihət elə, bizə nə söz deyə bilərsən, nəsihət eləyə bilərsən. O bu iki cümləni dedi Həzrət Əli əleyhissalam. Dedi, la təkun mimmən yərcül axirətə bi qeyri əməl və yurəccid təvbətə bi tulil əməl. İki cümlə budur. Buyurdu ki, o kəslərdən olma ki, axirət istəyir, əməlsiz və tövbəni də uzun arzularla təxirə salır. O kəslərdən olma. Axirət istəyir, əməl eləmir axirət üçün. Bunu keçmişdə çox demişəm. Bir əkməmiş, buna alimlər çox misal çəkir. Loğmandan da belə misallar var. Əkməmiş biçmək istəsə, gülərik də biz ona. Heç nə əkmir kəndlidir. Deyib payızda, məsələn, əkmir deyir, biçəcəm inşallah. Allah kərimdir. O adamlar deyir, məsələn, əməl eləmir, namaz qılmır, eləmir, inşallah yaxşı olar, onu oxşuyur. Bir bu, bir də budur ki, bəni heç vaxt təxirə salma. Bir saat yox, bir dəqiqə belə istiğfar dilinin altında da deyə bilirsən, bir şey görən kimi əstəğfirullah deyir, heç kəs arxayın deyir ki, 5 dəqiqə sonra, 1 dəqiqə sonra həyatda var ya yoxdur.